Dostlarımız hardandır? Qarışıqdır. Hindistan var, Pakistan var. Şəhidlər Xiyabanına öz istəklərinə gəlirlər. Bəli. Biz də gətiririk, özləri də istəyirlər. Sağ olsun. Çox maraqlıdır. Hindistan və Pakistan arasında yaşanan Kəşmir olayı ilə bağlı bu gərginliklərə eyni zamanda Azərbaycanla Hindistan və Pakistan arasında Ermənistan işğalçı siyasəti ilə bağlı, eyni zamanda Ermənistanın silahlandırılması ilə bağlı vəziyyətə baxmayaraq hər iki ölkənin turistləri Bakıya təşrif buyuranda birgə addımlayırlar özlə Şəhidlər Xiyabanına doğru. Bunun özü çox yaxşı bir məramdır, alqışlanası məramdır və eyni zamanda düzgün strategiyadır. Turizm sektorunda həyata keçirilən strateji və təşkilatçılara da təşəkkürlər. Gördüyünüz kimi hər iki ölkədən gələn turistlər Türk şəhidliyində adları əbədiləşdirilən qardaşlarımızın da ziyarətinə gəliblər. Kim bilir, bəlkə günün birində Azərbaycan dövləti elə Hindistan və Pakistan arasında bir barışın əbədi normal münasibətlərin həm də səbəbkarı olacaq, bir vasitəçi olacaq bu proseslərdə. Müasir dünyada savaşların, müharibələrin yalnız fəlakət gətirdiyi hər kəsə bəllidir. Elə Ermənistanın işğalçı siyasəti nəticəsində baş verənlər də buna sübutdur. Sonunda haqq ədalət qalib gəlir. Amma cavanlar, uşaqlar, qadınlar, qocalar həlak olur. Günahsız insanlar on minlərlə canlı bəşər övladı mənasız müharibələrin qurbanına çevrilir. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Bayrağımız hər zaman